Beynəlxalq Tibb Bacısı gününün qeyd edilməsi bu sənət sahiblərinin adi peşələrdən fərqləndiyini təsdiqləyir. Nahaq yerə tibb bacısına şəfqət bacısı deyilmir. Hər bir xəstənin şəfa tapmasında həkim qədər tibb bacısının da böyük əməyi var. Bizim daxili xəstələr şöbəsinə cürbəcür xəstələr daxil olurlar. Onların çoxu həblərdən və yaxud da ki, iynə vurmaqdan biraz çəkinirlər. Biz tibb bacıları çalışırıq ki, onları başa salırıq ki, hər bir dərmanın, hər bir iynənin özünün əhəmiyyəti var. Onlar heç bir şeydən qorxmasınlar, çəkinməsinlər. Şəhərimizdə tibb bacısı hazırlayan tibb texnikumu da fəaliyyət göstərir. Bu məktəbin tələbələrinin niyə məhz bu sahəni seçmələri ilə maraqlandıq? Uşaqlıqdan arzum tibb işçisi olmaq idi. Həmişə arzu etmişəm əhalinin sağlamlığının qorunmasının keşiyində duram. Xalqımızın keşiyində, sağlamlığının keşiyində durmaqdan ötürü mən bu sənəti seçmişəm. Anamın yolunu davam elətdirmək istəyirəm. Tibb bacısı ən ağır döyüşlərdə, qızğın müharibə zonalarında vətən igid oğulları ilə çiyin-çiyinə durub, onların dadına çatıb. У нас горел Агдам, у нас горел Xocalı. Ağdam, Xocalı alov içində idi. Yaralıların sayı o qədər çox idi ki, bütün xəstəxanalara, hətta ginekologiya şöbəsinə belə yerləşdirmişdik. Biz orada sanki cəhənnəmi yaşayırdıq. Mən çox dözümlü qadınam, ölümdən belə qorxmuram. Amma bir dəfə mənim ürəyim dözmədi. Bir tankçı gətirdilər, onun ayağının biri yox idi, o birisi də tamamilə yanmışdı. Mən onu görəndə dözə bilmədim, huşumu itirdim. Мы приехали в такой ад, который мы никогда больше не видели, и не дай Бог его увидеть. Şəfqət bacısı adını daşımaq böyük məsuliyyətdir. Lakin bugün bu şərəfli ada ləkə gətirən tibb bacılar da az deyil. Bəzən onlar bunu əmək haqqının az olması ilə əlaqələndirirlər. Lakin heç nədən asılı olmayaraq, hər bir tibb bacısının ən ümdə vəzifəsi ona verilən uca şəfqət bacısı adını qorumaqdır. Xalidə Babayeva, Miryunis Seyidzadə, Xəbər Plus.